Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu vesselamu ala Resulillah. Salamlayıram hər biri bizi gözəl süfrədə, bu iftar süfrəsində. Kim verirsə bu iftarı, kim burada iştirak edirsə, Allah razı olsun. Allah mallarına, mülklərinə xeyir versin, bərəkət versin. Ən gözəl süfrədir. İftar süfrəsində əyləşmək, iftar eləmək, bölüşmək insanlarla və iftarın böyük faydaları var müsəlmanlar üçün, böyük xeyirləri var. Ən birinci bilmək lazımdır ki, iftar süfrəsi yer üzərində ən xeyirli süfrədir, ən gözəl süfrədir. Çünki burada insanlar ibadətdən sonra, ibadət edəndən sonra əziyyətlərindən sonra oturub yemək yeyirlər. Bu ən gözəl süfrədir və ən gözəl neymətlər ola bilər maddi cəhətdən, ola bilər zəif olsun, ola bilər yəni çox böyük bir məclis olmasın, lakin nə varsa o ən gözəl məclis sayılır iftar olduğuna görə. Bilmək lazımdır ki, iftar məclisi insana bəzi şeyləri xatırladır, bəzi şeyləri insana öyrədir. Onlardan biri odur ki, insan ibadətdən sonra yemək yeyəndə adama ləzzət edir, adama xoş gəlir. Görürsünüz, fəhlə işləyəndən sonra yeyəndə dadlı olur. Çünki əziyyətdən sonra olur. Yəni, əziyyətdən sonra yeyən insanla, əziyyət çəkmədən yeyən insan ola bilməz eyni dad olsun. Ola bilər pomidor xiyardır, ola bilər pendir çörəkdir, amma dadlı gəlir. Çünki əziyyət çəkib, işləyib, indi yemək yeyir. Ramazan süfrələri, iftar süfrələri ona görə dadlı olur ki, insanlar əziyyət, ibadət əziyyəti çəkirlər. Yəni, hansısa bir məşəqqətə qatlanırlar, bəzi istəklərdən əl çəkirlər və sonra bir vaxt gələndən sonra oturub yeyirlər. Və bu onlar üçün dadlı olur, ləzzət edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verib ki, oruç tutan insan 2 dəfə sevinir. Biri iftar eləyəndə, biri də inşallah qiyamət günü. Allah ona əcrin mükafatını verəndə. Allah Teala bizə birini nəsib eləyir bu dünyada görməyə. Qalır o birisi. Allahdan istəyək ki, Allah Teala o birisini də bizə çatdırsın. Və sən oradakı ləzzəti dadmayacaqsan, hətta burada ləzzət dadmayacaq. Çünki sən əgər burada oruç tutub iftar eləməsən, sən o ləzzəti hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vəd verib, dada bilməyəcəksən. Çünki ikinci ləzzət birinci ləzzətə bağlıdır. Həmçinin iftar süfrələri bizə göstərir ki, Allahın neymətləri boldur, Allahın neymətləri çoxdur və bu neymətlər ardı-ardına gəlir, kəsilmir. Və görürsünüz nə qədər süfrələr, nə qədər yerlərdə, nə qədər süfrələr açılır, nə qədər insanlar cəm olurlar və bu Allah Taala'nın neymətlərinin təzahürüdür. Bunlar hamısı Allah Taala'nın süfrəsidir. İnsanlar o süfrədə oturub çörək yeyirlər. Və bəzi insanlar bu şeylərdən xəbərsizdirlər. Məsələn, görürsən Ramazan ayıdır, yolla gedirsən, görürsən sigaret çəkir, görürsən oturublar hansısa bir restoranlarda yeyirlər, içirlər Ramazan vaxtı. Onlar bu ləzzətlərdən xəbərsizdirlər. Onlar bu şeyləri başa düşmürlər. Və sən o cür insanları, o cür toplumları görəndə sevinirsən. Bir tərəfdən sevinirsən ki, şükür Allaha sən belə deyilsən. Bir tərəfdən kədərlənirsən ki, insanlar hələ özlərinə müsəlman desələr də, hələ özlərini İslama nisbət eləsələr də, nə qədər şeylərdən qafildirlər, nə qədər şeylər bilmirlər. Hətta gedirsən bəzi yerlərə, deyirlər, kofe içsən, çay içsən, yoxsa nə istəyirsən. Görürsən, bilmir ki, Ramazandır. Deyirsən, Ramazan ayı, aysan Allah bağışla. Yəni, adam bilmir. Yəni, Ramazan onda hiss olunmur. Həyatında Ramazan heç bir əsər əlaməti yoxdur. Amma məsəl üçün, başqa kafir bayramı ola, necə riayət edir ona, necə saatına diqqət edir, necə vaxtına, zamanına diqqət edir. Bax, bu naqislidir. Hansı ki, müsəlmanların bəzilərində bu var. Amma iman edənlər ləzzət alır iftardan, o süfrədən, Allahın
gözəl nemətlərindən və başa düşür ki, kasıblar var, kasıbların aclığı var, onların susuzluğu var, onları bir yada sala bilir və bu onun qəlbində rəhmət oyadır. Kimsə öz malından onlara xərcləyir, onları başa düşür. Yəni Ramazan böyükdür, böyük məktəbdir, hikmətdir insanlar üçün. Bu böyük bir məktəbdir və süfrənin özü böyük bir məktəbdir. Süfrənin özü. Biz otururuq ətrafında, lakin orada böyük hikmətlər var. Allahdan istəyirəm ki, Allah Teala bizi həmişə belə gözəl süfrələrdə cəm eləsin, bizim günahlarımızı bağışlasın, bizi Ramazanın o Qədir gecəsi, o gecə ki, xeyirli gecədir, 83, daha doğrusu 1000 aydan xeyirlidir, o da təqribən 80-dən yuxarı ilə bərabərdir. Allah Teala bizi o gecəyə çatdırsın, Allah Teala və o gecədə bizim günahlarımızı bağışlasın. Çünki Ramazanın hər gecəsində Allah Teala qullarının günahlarını bağışlayır və onları cəhənnəmdən azad edir. Allah razı olsun. Selamun aleyküm.